Diyet düsturlarının tətbiqi ilə bağlı belə bir misala baxaq. Verilmiş 4 dərəcəli tənliyin kökləri ABCD kimi işarə olunub və ABCD-dən asılı belə bir cəmin qiyməti soruşulur. Diyet düsturlarına görə 4 dərəcəli tənliyin 3 köklərinin hasillərinin cəmi, yəni ABC, ABD, ACD, BCD cəmi bərabərdir x-in əmsalı ilə x+4-ün əmsalının nisbətinin əksinə, yəni -1-ə. Köklərin hasili isə ABCD bərabər olur sərbəst həddin x+4-ün əmsalına nisbəti, yəni 1-ə bərabərdir. Bu ifadəni biraz sadələşdirək. Birinci kəsrin surət və məxrəcini A-ya, ikincinin B-yə, üçüncünün C-yə, dördüncünün D-yə vursaq, alarıq ki, S bərabərdir A kubu bölünsün, A+4 üstəgəl A. B kubu böl B+4 üstəgəl B. C kubu bölünsün, C+4 üstəgəl C və D kubu bölünsün, D+4 üstəgəl D. X+4 üstəgəl X üstəgəl 1 bərabər 0 olduğundan buradan biz X+4 üstəgəl X bərabərdir -1 alarıq və burada X-in yerinə növbə ilə A, B, C, D yazmaqla alarıq ki, A+4 üstəgəl A, B+4 üstəgəl B, C+4 üstəgəl C və D+4 üstəgəl D -1-ə bərabər olur. Ona görə də bu ifadə -A kubu çıx B kubu çıx C kubu çıx D kubu şəklində düşəcək. Daha sonra X+4 bərabərdir -X çıxılsın 1-ə. Buradan X kubu bərabərdir -1 çıx 1 bölü X-ə və hər tərəfi -1-ə vursaq, buradan alarıq ki, -X kubu bərabərdir 1 üstəgəl 1 bölü X. Bayaq yazdığımız formada X-in yerinə A, B, C, D yazmaqla alırıq ki, -A kubu bərabərdir 1 çıxılsın 1 bölünsün A. Yəni burada X-in əvəzinə A yazsaq, alarıq ki, -A kubu bərabərdir 1 üstəgəl 1 bölü A. -B kubu bərabərdir 1 üstəgəl 1 bölü B. -C kubu bərabərdir 1 üstəgəl 1 bölü C və -D kubu bərabərdir 1 bölünsün 1 üstəgəl 1 bölünsün D olur. İndi bunları S cəmində nəzərə alsaq, olar S bərabərdir 1 üstəgəl 1 bölü A üstəgəl 1 üstəgəl 1 bölü B üstəgəl 1 üstəgəl 1 bölünsün C və 1 üstəgəl 1 bölünsün D. Bu da bərabərdir 4 üstünə gəl 1 bölü A 1 bölü B 1 bölü C 1 bölü D-yə. 4 üstünə gəlinsin. Bunu ortaq məxrəcə gətirib toplasaq, alarıq BCD, ACD, ABD və ABC. Bayaq surətdəki bu cəmi və məxrəcdəki bu hasili hesablamışıq. Surətin qiyməti diyet düsturlarına görə -1-ə bərabərdir. Məxrəcdəki hasil isə 1-ə bərabərdir. Deməli, bu S cəmi 3-ə bərabər olacaq.